olmağı belə deyəklər. Buna heç kimə dəxli yoxdur. Avropada ən sayğın göstərilən devlət başçıları var ki, cinsi azlığın üzvüdür, amma xalqa xidmət edir. Mehman, sən bu xalqa sənin petov olmağın, olmamağın maraqlandırmır. Bu xalqa sənin xidmət eləməyi maraqlandırır. Və burada sual verirəm. Mehmanın gələcəkdə... Fikir verdiniz? Bax, belə uğraşdılar, belə cındırdılar. Bax, indi o Əloğuzu, Orxan Ağayevi, sizin necə kişiliyiniz varsa, onsuz da yoxdur, siz peysər şeysiniz. Zərrə qədər də bu məsələdə siz qətiyyətlisinizsə, düzgün, dürüst addım atırsınız, buyurun, çıxın, gedin, deyin. Deyin, bu nə təbliğatdır belə? Nə təbliğat? Yəni, biz daldan versək normaldır. Misal üçün, Orxan Ağayevin uşağı var, bilmirəm, 2 yoxsa bir uşağı var. Əloğuzun 3 uşağı var, Qabilin nə bilim 2-3 uşağı var. Yəni, sizin oğlanlarınız petuk ola bilər də normaldır, eləmi? Hə? Əloğuz, Orxan Ağayev, sonra Süleyman Süleymanlı, Məhəmməd Mirzəli. Yəni, sizin evlatlarınız petuk ola bilər də, yəni. Daldan verən ola bilər də, normal aldı da bu. Və belə bir təbliğat aparan bu uğraşları gündəmə gətirmək, dəstək vermək, demək ki, siz elə özünüz ona razısınız da. Yəni, Orxan Ağayevin oğlu adı Hüseyndir. Petuk ola bilər, daldan verə bilər. Və yaxud da Əloğuzun 3 dənə uşağı var. Qızı gedər fahişəlik elər, oğlanlar da gedər petukluq elər, daldan verər. Şəxsiyyatı da normal aldı. Burada nə var ki? Süleyman Süleymanlı, nə bilim, digəri normal aldı da Əloğuz eləmi? Yəni, Azərbaycan xalqının dəyərlərinə zid, dəyərlərinə qarşı alçaqlıq elə mübarizə aparırlar, savaşırlar, siz də bunu dəstəkləyirsiniz, eləmi? Demək ki, siz razısınız da evlatlarınızın daldan verən petuk olmasına razısınız, normal aldı. Əloğuzun məsəl üçün 2 oğlu var deyəsən, səhv eləmədi. İkisi də daldan verə bilər, normal aldı. Burada nə var ki? Biabırçılıq deyə, bu nədir belə? Kimdir bu adamlar? Bunlar nəyin nəsidir, nə mübarizədir, nə siyasətdir bu, nə blogerdir. Bunlar hansı birlikdən danışırlar, bunlar hansı dəyərlərdən danışırlar, bunlar hansı təşkilatlanmadan, hansı xilasdan danışırlar, hansı inqilabdan danışırlar. Yəni, Azərbaycan xalqını xilas edəcək zehniyyətin sahibi doğrudan da mı belə olmalıdır? Yəni, çıxıb efirlərdən belə nümunə olsun bu cəmaata. Doğrudan da mı belədir? Kimdir ki bu adamlar? Bax, bunların qarşısına mən keçdiyim üçün dostlar, bunlar əllərindən gələn alçaqlığı eləyirlər mənə qarşı. Şər, böhtan, cındırlıq, hər şey eləyirlər, hər şey. Amma bu keçməz mənə. Bu keçməz. Bir şey bilin ki, heç vaxt əyri düzə qalib gələ bilməz. Düz hər zaman qalib gəlib. Mən düzəm. Düz nədirsə onu deyirəm mən. Doğru nədirsə onu deyirəm mən. Mənim düz dediyim üçün siz məni ləkələyə bilmərsiniz. Siz mənə şər atmaq, əleyhimə təbliğat aparmaq eləyə bilmərsiniz. Cəsarətləri çatıb adımı çəkə bilmirlər. Çünki bilirlər ki, mən haqlıyam. Çox yaxşı bilirlər.